Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Çevrənin ikinci bölməsi izahını verəcəm. İlk sualdan başlayaq. Mərkəzi O nöqtəsində olan çevrə üzərindəki A nöqtəsindən çevrəyə AC toxunanı və AB vətəni çəkilmişdir. Hamısı ekranda var, onsuz da görsənir. AOB mərkəzi bucağı 68 verib uşaqlar. Mərkəzi bucağı 68 isə, onda AB qövsü də 68-də, düzdür? Çünki mərkəzi bucağı qövs birinə bərabər olur axı. Və demişdik, C bucağı da həmişə qövsü nəyinə bərabərdir? Yarısına. 34 dərəcə olmuşdur. Bu qaydadır uşaqlar. Bunun xüsusi bir şey yoxdur. Bu qaydadır əslində. Bu mən dediyim videoda da var, kitablarda da var ki, bu qaydadır. Bunu bildik. Sonra gedirik. Üçüncü sual. A düz xətti, diametri 12/2 olan. Diametri 12/2 isə uşaqlar, biz deyirik ki, onda radiusumuz 6/2-dir. Yarısına bərabərdir, elə deyilmi? Və BAD-ni 45 verir. Bax, BAD-ni, bax, eyni şeydir. Bax, bura 45 isə, onda AB qövsümüz 90 olar olmaz. Bəli, toxunanla vətən arasında qalan bucaq qövsün yarısına bərabərdir. AB qövsü 90 dərəcədir. AB vətəni tapın deyir müəllim bizə. Bax, hipotenuz da bu cavab 12 olacaq. Bax, necə olur, baxın. Baxın, bura 90 dərəcədir bu qövsümüz. Mərkəzdən bura və bura bir dənə çəkirik. Mərkəz qövs nə qədərsə, mərkəz bucaqda o qədər olur. Düzdürmü? Düzdür. Radiusda 6/2 tapdıqda diametri yarısına bərabərdir. Və 45 dərəcə bərabər yanlı düz bucaqlı üst bucaq olduğuna görə hipotenuz köşkdə 2 dəfə böyük, yəni 12 olmayacaqmı? Olacaq, cavab E variantı. 5-ci sualda MCA-nı 70 verib. MCA-nı, C bucağını 70 verib. Onda bizim MB qövsümüz 20 dərəcə olar olmaz. 70 verib də. MCA-nı, bəli. MB qövsümüz olacaq 20 dərəcə, çünki 90-a bərabər olmalıdır cəmi. Onda 20 isə A bucağı da 10 dərəcə olacaq. Niyə müəllim? Çünki qövsün yarısına daxil çəkmiş bucaq qövsün yarısına bərabərdir. Sırf qaydadır da bunlar uşaqlar. AD toxunan CB diametr və DAB 55-dir. DAB, baxın. DAB hansıdır? DAB bayaq dediyimiz. DAB 55 isə AB qövsü 110 dərəcədir. Qəşəng. AB qövsü 110 dərəcədirsə, AC qövsü 70 dərəcədir. Müəllim, niyə? Çünki BC diametridir. Diametrinin yuxarı hissəsi 180 dərəcə olmalıdır da qövsümüz, yarım dairədir də. Və bir BC qövsü bütöv 180 dərəcə deyil. AB-ni tapdıq 110, onda AC 70 olur da, 180 eləməsinə görə. AC 70 isə, bucaq B də daxilə çəkmiş bucaq olduğuna görə yarısı olacaqmı 35 dərəcə? Bəli, olacaq. Getdik, 9-cu sual. 9-cu sualda uşaqlar, diametrə söykənən bucaq 90 dərəcə olur. Bucaq CBD bərabərdir 90 dərəcəyə. Qəşəng. ABD-ni amma bütöv o bucağı işarə qoyublar. 140 veriblərsə, 140-dan 90 çıxanda B bucağının yuxarı hissəsi, o dediyi bizə ABC qalır. Nə qədər? 50 dərəcə olmuş olacaq. 11-ci sualda mərkəzi O nöqtəsində olan çevrədə BC 18, BC-miz 18-dir. ABC də 60-dır. ABC hansıdır? B bucağımız. B bucağı 18 nedir? B bucağımız 60'dır. Bucağımız isə 90'dır. Mənim 90 hardan gəldi? Diametrə söykənən bucaq neçə dərəcə olur? 90 dərəcə olur. Ondan sonra bucaq B də 60 verdiyinə görə avtomatik olaraq bucaq C-yə də 30 qalır və 30-60-90 dərəcə olan düz bucaqlı üst bucaq yaranır. Bizim hipotenuzumuz 18'dir. BC-miz 18'dir. Bizə nəyi soruşur? AB-ni tapdıyır. Müəllim, 30 dərəcəli AB C bucağının qabağında dayanıb. 30 dərəcəli bucaq qəsini qat edib hipotenuzun yarısına bərabərdir. Cavab 9A variantı. 13-cü sualda MP çevrənin diametri MP çevrənin diametri və MOK 60 dərəcə olarsa, MOK 60 ise, müəllim, bunlar radius olduğu üçün bərabər yanlı olur. Onda burada 60, onda burada 60 olur. Düzdürmü? Düzdür. Və bizdən nə istəyir? Bizdən onu istəyir ki, OKP-ni istəyir bizdən. Tapdıq da OKP, qutarı getdi. İndi, diametri bura 30 dərəcə olacaq. Niyə müəllim? Bax, bunu qaydanı görən ki, bilmək lazım. Bax, bu var ha. Bu diametr. Diametr sökülən bucaq 90 dərəcə olur. Deməli 60 buradırsa avtomatik burada 30 olur.
Getdi. 15-ci sual. Çevrənin mərkəzi daxilə çəkilmiş BAC bucağının AC tərəfi üzərindədir. Daxilə çəkilmiş BAC bucağının çevrənin mərkəzi daxilə çəkilmiş BAC bucağının BAC İnşallah bu olur. Dedik. AC BAC daha doğrusu CAB. Görə belə mi demək istəyir? BAC bucağının AC tərəfi üzərindədir. Tamam. Bu kadar çəkdim. Tamam. Bu razıyam. Və bizə verib ki, AC-ni 18 verib. AC-ni 18 verib. Tamam. BAC də 60'dır. BAC də bura 60'dırsa bizim buramız 120'dir. Buramızda 60 dərəcədir. Bunlar hamısı bildik. Aha. Və AB-ni istəyir bizdən. Heç nə. Buradan bura bir dənə qəşəngdən çəkərik. Bura olur 90 dərəcə. Burada olur 30 dərəcə. 30 dərəcəli bucaq qarşısı. Nə istəyir bizdən? AB-ni istəyir. Bizə nə verib? Nə verib? AC-ni 18 verib. Yenə də 9'da bu. Eyni sualda bayaq kimi də. AC-ni 18 veribsə burada 9 olacaq da. 17-ci sualı şifahi deyər. 30 veribsə N qövsü 60'dır. M də 40'dır. Niyə? Çünki şeydir mərkəzi bucaq nə qədərdirsə, bax M 40'dır. N də bunun 30'un 2 qatı 60'dır. Və nəyi soruşur bizdən? Qoyun uzun nisbətini istəyir. 40'ın 60'a, yəni 2'nin 3'ə. 40'ın 60'a bölünür 2 bölü 3. D variantı. Bu da yeni sualdır. Deməli 60 ise m'ımız olur 60 dərəcə. Onsa bizə şey verir, fikir verirsiniz. M'nın 60 dərəcədir, amma m'nın n-ya nisbəti 3 bölü 2 verib. Yəni 60'ın 2x-ə nisbətini, niyə məlim 2x yazaq? N-mız 2x-dir. Daxil etmiş olduğuna görə. Bərabərdir 3'ün 2'yə. 30'un 2'si olan nisbəti bərabərdir 3'ün 2'yə. 60'dan 2'ni x yapardı. Buradan 3x bərabərdir 60'a. X də bərabərdir 20'yə. B variantı. 21. Bu çevrə. Bu belə. Bu belə. Bu belə. Bu belə. Deməli, BAC-ni verib bizə 32. Bura 32 isə buranın ən azı 64 yazaq da, ən azından yazaq. Onda bizim buramızda 64 olur. Çünki mərkəzi bucaqla eyni olur. 64 isə bura olur 116 dərəcə. Bu da belə. Nə istəyir bizdən indi? BOC-ni istəyir. Bizim bunu istəyir. BOC. Boy. Elə bu asan tutuyor. Asandır ki, ben de bir saat nələr yaxtarırım. 64 dərəcə. Bunun qabağındakı istəyirmişdir. 23-cü sual. Deməli, BO tən böləndə uşaqlar. OBA 30'dur. OBA 30'sa ABC 60'dır. Bu niyə sual belə çəkilir? Mən bu çox maraqlıdır. Uşaqlar, bu eyni sualdır. Yəni buradakı B bucağı var. Toxunalar seçmiş bucaq var. Burada tən bölən rolunu oynayır. Buranı 30 veribsə, avtomatik burada 30 olur və bütün bucağımızda 60 olur. 25-ci sualda mərkəzi O nöqtəsində olan çevrədə AMB qövsünün dərəcə ölçüsü 46 dərəcə olarsa. ANB qövsünün 46'dırsa, bura 46'dırsa, bu qövs 46'dırsa, AC qövsümüz olacaq 134 dərəcə. Niyə müəllim? Baxı cəmi 180 verməlidir. B bucağı da bunun yarısı olacaq. Bucaq B-də 134'ün yarısı olacaq. 134'ün yarısı nə qədər verir? 67 dərəcə. 27-ci sualda. Yalnız bir yerdə, diqqətli olun, vətərlər kəsişəndə toplayıb 2'yə bölürük. Bax, qaydanı məncə videodan da görmüş olarsınız. AKC 80'dirsə, AKC və B-ində qövsündə 120 verib. Qardaş, bax. 120 üstə N üstə M-i gəlib 2'yə böləndə biz AKC bucağını alırıq, 80'i alırıq. M də bərabərdir 40 dərəcə. Qutardı getdi, yalnız bir yerdə, o da burada. 29'da mərkəzi O nöqtəsində olan çevrə verib bizə. Bu belə, bu belə, bu da belə. O, C, N, M, B, D.
Bizə verib bunları və bizə verib ki, DSO-nu 20 verib. Bax, bunu 20 verib. Qoşa versin, tamam. Və bizə qövsə də bərabər verib. Bu bərabərsə, deməli vətənlər də bərabər olar. Deməli, həmin qövsə uyğun olan vətənlər bərabər olacaq. Vətən deyəndə daha doğrusu yox, bərabər olmayacaq. İndi bir dəqiqə, qoy nəyə başlayırıq biz deməyə. BOC-ni istəyir. BOC bu bucağı istəyir. Mən olsam bunu belə eləyərəm, bax belə elədim. Bura 40 yazaram. Onda bizim bu qövsümüz 140 olar. Yəni 70 bu, 70 də bu olar. Onu niyə verib bilmirəm. Və bizdən nə istəyir? Bunu çəkdik. Bura oldu 140 dərəcə. Tamam mı? Tamam. 40 dərəcə. Sonra bizə nə istəyir? BOC-ni, bizdən bu bucağı istəyir bizdən. Bizə lazım hansı qövs? Bu qövs lazımdır mı bizə? Bəli, lazımdır. Onda biz nəsə bir iş görməliyik burada. Deməli, burada ilə baxmışlar. Bu bizim, bu qövsə baxsaq biz, bu qövsə baxsaq, burada 70 dərəcə olduğuna görə mərkəzi bucaqda 70 olur və avtomatik burada 110 dərəcə olmuş olur. Qutardı getdi. Bizdən də bu bucağı soruşurdu. 31-cində. 31-də deyir ki bizə. Uşaqların çox çaşdığı yerlərdən biri deyil. Bax, A bucağı 80-dirsə, DF qövsü olacaq 100 dərəcə. Cəmi 180 verməli deyilmi? Qutardı. DF 100-dürsə, bizə nəyi soruşur ki? YDF bucağıda. YDF hansıdır? YDF bucağı istəyir. Tamam. Onda bula etici yoxdur. A bucağı 80-dir. B bucağı 60-dir. Onda C bucağı 40 dərəcədir. 180 olmasına görə. Yox, hədə 40 dərəcədir. C 40-dırsa YF qövsü olur 140 dərəcə. Bucaq D də bunun yarısı olur 70 dərəcə. Target E variantı olmuş olacaq. KB toxunandır AC vətəninin 10 cm olduğunu bilərək. AC vətənin bildik və bildik, tamam. BA tənbölənin uzunluğu tapın. KB toxunandır. BA tənböləndir. Hansı bucağın tənböləndir BA? Bir deyik, KB toxunandır. Onu bildik. AC vətənin 10 cm olduğunu bilərək. Onu da bildik, tamam. Sonra KBC bucağının KBC deyil ama KBC bucağının tənbələnidir. Tamam, deyil elə. Bu çəkə göstərəydi. Bu K'dır, bu B'dir, bu C'dir, bu da A'dır. Deməli bizə deyir ki, bura 10'dur. Şöyle bura alfadır, bu da alfadır. En azı onu bildik. En azından bunu bilirik. Bizim onda buramız 2 alfadır. Bizim buramızda 2 alfadır. Çünkü daxil edilmiş bucağın 2 qatıdır. Və. Onda bizim buramızda alfadır. Çünkü baxın bir dənə baxın. Zəhmət olmasa bununla bu bir-birinə şeydilər. Bu bucaq bu qövsə söykənimdə yarısına bərabər olacaq. Alfa demək burada 10'dur. Bizdə nə soruşur? AB təməl uzunluğu 10 cm. Qutardı getdi. Məncə burada da eyni şey olacaq elə deyəsən. Eyni şəkildə elə deyəsən. Demək olar ki, eyni şəkildir. Bunu yazaq. ABC'ni 80 verib. AB AC'yə bərabərdir. AB AC'yə bərabərdir. Baba. Milyon faiz eyni sual deyə 35'də. AB AC'yə bərabərdir. Alfa yazdıq. Alfa yazdıq. B bucağın ABC'ni verib 80. Bura 80'dirsə bizim əminliklə deyə bilərəm ki, burada 80'dir. Yaxşı demirəm. Demirəm, amma deyəcəm onu. Birazdan deyəcəm. Əslində deyə bilərəm. 80'dirsə ABC bucağı 80'dirsə AB ilə AC. B bucağı 80'dir, o da burada 80'dir. İndi deyə bilərəm. Deməli 160 bura olacaq, 80 bura olacaq. Bax, bayaq sualın əksində. Burada 160 olacaq. Burada 20 dərəcə olacaq. Burada 40 dərəcə olacaq. Bir də nə istəyir ki? D, B, C də 20 dərəcə olacaq. 40'ın yarısı. Tutardı getdi. 37-ci sual.
Uzunluğu 10 santimetr cavab var 4 ha. Uzunluğu 10 santimetr olan vətər çevrədən 90 derəcə qövs ayırır. Çevrə mərkəzindən bu vətərdə olan məsafədir. Bax. Uzunluğu 10 olan vətər bu 90 derəcə ayırdı. Fikir verin, çevrədən 90 derəcə ayırdı. Çevrənin mərkəzindən bu belə çəkirəm. Deyirəm bura düz bucaq. Deyir hardan bilsən? 90 dərəcədirsə, mərkəzi bucaq nə qədərsə qövs doğru olur da. Uzunluğu 10 santimetr olan vətər ayırdı. Deməli bura radius olduğu üçün bunlar 45 olacaqmı? Bəli, olacaq. Bərabər yanlıdırsa, şöyle bunu buradan ayırdığı məsafə istəmir. Bərabər yanlıdır. Onda bu mediana bərabər olmayacaq. Median hündürlüyü tən bölən. Median da hipotenuzun yarısına bərabər deyilmi? 5'e. Doğru getdi. 39'da MB-ni 6 verib. MB-ni 6 verib. Bu şəkil çəkmələr çox vaxt aparır da. Bir dənə yoxsa test deyəri çıxa bilər. Bunu 6 verib. Diametr sökəndiyi üçün bura 90 dərəcədir. Milyon faiz. MBA-nı da buranı 45 verib. Onda bərabər yanlı düz bucaqlı üst bucaqlı burada 6 olacaq. BM düz xəttinə qədər olan məsafə tap. BM. Bu 6 deyil, bunu soruşur da bizdən. Bax, əsl elə kəldəlik burada lazımdır ki, diametr söykənən bucaq 90 derəcə olur. Elə məsafə də 6 olmuş olacaq. Məsafə deyil, A-dan M-ə qədər. Məsafə 90 derəcə deməkdir. Burada bu da mərkəz. Mərkəzi 12 olan çevrədə BM, MN və NC qövslərin dərəcə ölçüləri bərabər olarsa. Tamam, 60. Niyə müəllim? Yarım çevrədir yox. 180'ə bərabər olmalıdır 3-cü cəmi. Tamam, olayın, sonra nə istəyirəm? BAC bucağını istəyir. Nəyi? Nə istəyir? BAC-ni istəyir. 60 derəcə. Deyirəm, niyə? Niyə 60'dır? A bucağı niyə 60'dır? Şöyle bax, burayı bir belə uzatsaq, bura 180 deyil. Biz demişdik, böyük qövsdən kiçik qövsü çıxıb, 2'ye böldükdə bu bucağı alırıq da. 180'dən 60'ı çıxırsan, 120 bölürsən 2'ye 60 derəcə. Qutardı getdi. 43-cü sual. N'dən P bucağını soruşur. N'dən M çıxıb 2'ye böləndə bucaq P'ni almalıyıq aşağılar. P bucağını almalıyıq. Burada BPD 40 dərəcədir. BPD hansıdır? BPD. P bucağını 40 verib sağ olsunlar. Ayımıza göstərici ölçüsünü. M qövsünü 60 veriblər. N istəyir. N'dən 60 çıxıb 2'də böyük qövsdən kiçik qövs çıxıb 2'ye böləndə biz P'ni almalıyıq. O da 140 dərəcə. Sonra gəldik 45. Radiusla bərabər olan vətənin uzun çevrəyə çəkimi toxunan arasında böyük bucağı 120 dərəcə. Baxan ki, bunu hardan bilsəməliyim? Birinci bu toxunanları çəkəndə biz həmin dəqiqə görürük ki, radiusa bərabər çəkimi toxunan, burada bir toxunan çəkir. Bu toxunan radiusa bərabərdir. Radiusa bərabərdirsə, bu üç bucaq bərabər tərəfli olmur? Olur. Bura 60'sa bizim buramızda 60 olur. Olmur? Olur. Onda toxunarsa 120 olmalıdır. Toxunarsa qalan bucaqlar qövsün cəmi 180 verməlidir. Bəli. Elə verməlidir. Bitdi. 47. Çevrənin bir nöqtəsindən hər bir uzunluğunda yuxarı birini kifayət çəkmişdir. Bax. Çevrənin bir nöqtəsi. Bura. Bir dənə də bura. Çevrənin bir nöqtəsində hər birinin uzunluğu 4 cm olan qarşılıqlı perpendikulyar 2 vətər çəkilmişdir. Bu çevrənin radiusunun uzunluğunu tap. Baba. Həmin dəqiqə dınq eləməlidir ki, bura 90 dərəcəsi, deməli bu diametr. Bunların ucuzları birləşirsə diametr yaranacaq. Çünki diametr sökəmizə 90 dərəcə olur. 4 kökdə 2 oldu diametrimiz. Radiusumuzda bunun yarısı 2 kökdə 2 olmuş. Olacaq. 49. Çevrə xarici ötürülmüş nöqtədən bu çevrə çəkimi toxunanların toxum nöqtələri çevrəni biz bir dəqiqə çevrə xarici ötürülmüş nöqtədən bu çevrə çəkilmiş toxunanların bir dənə də belə toxum nöqtələri çevrəni 1/8 nisbətində bölərsək K 8K nisbətində bölür 9K bərabərdir 360'a K olur 140
Üzümü K olur 40. K 40'sa buna ihtiyaç yoktur da bizden bunu soruşur. 140 olmalı ki cəminə versin. 180 versin. 51. Bu toxunandı. Toxunandı harda seçəmi? Bu toxunandı. Bu bizim kəsənimizdir. Bu bizim beləmizdir. Bu da bizim beləmizdir. PT çevrəyə toxunan PB kəsən. PB kəsən. PT BT-yə bərabərdir. PT BT-yə bərabər. Tamam, işarə qoyduq. TAB 70'dir. Sonra bura 70'dirsə, bizim buramız 140 dərəcədir. Onda bizim 140 dərəcə düzdür. Və gözləyirdə. Bura 70'dirsə, bizim buramız 110 dərəcədir. En az onu bilirik. Başka da hiçbir bilmirik ya. Biz sadece böyle bir şey diyebiliriz ki, bura alfadırsa, bunu silək, 140'ı silək. Sonra bura alfadırsa, bizim buramız da alfadır. Sonra biz bir şey de diyebiliriz. Onda bizim buramızda, buramız 2 alfadır. Çünkü daxilin bucağın qarşısındakı qılısı 2 alfa oluraq. Onda bizim bura alfadır. Müəllim, niyə alfadır? Demişdik, toxulanla və tərəfsizcə qalan bucaq qövsün yarısına bərabər olmur. Olur. Bəh, tapdıq da. Və bizim bu ini 110 yaza bilərik. 70'in qoyuncusu da 110'dur. Müəllim, onda içəridə qalan bu alfa ilə bu alfanın cəmi 70'e bərabər olacaqmı? Bəli, alfa da olacaq 35 dərəcə. BTA-nı soruşur. Bura 35 dərəcə olduğuna görə, burada 70, 105 nə qədər olur? 75 dərəcə. Z variantı. Başası oldu. İnşallah diqqətlə baxsanız başa düşəcəksiniz nə demək istədiyimi. Bu belə. Nəsə pis seçdim bunu. Bu belə çəkeyim ki, yəni oxşasın da. Və bunlar da radiusda. Bu şərt seçməyə bir dəqiqə vaxtımız gedir. O mərkəz çevrəyə ayın və ayın toxuna seçmişdir. MOA və MOA bura alfadan MAO-nu bunu çıxanda müəllim bu 90 dərəcədir. Deyirəm niyə? Radius toxlanıb bir nöqtə olur. Ay müəllim bu sol asantdır. Alfa ilə betanın cəmi 100% 90 dərəcə bərabərdir. Alfadan betanın çıxanda da 10 dərəcə verir. Alfamız 50 olur, betamız da 40'dır. Bizə nəyi soruşacaq? Onu yaz. Bizdən MBN-i soruşur. Tapaqdır. Deməli müəllim, mən betanı 40 tapdımsa, burada 40'dır. Cəmi 80 olur, 100%. Onda bura 100 olar. Olar da toxlanıb qabağındakı qövs 100 dərəcə. Bura 100 də bu bucağımızda yarısı 50 olar, 100%. Doğru düşdü. Bu neçən soldu? Maşallah, 92 dənə solmuşum. Neyse biz bunu ancaq elə 55 mərkəzi 10 nöqtəsi olan çevrə mərkəzi 10 nöqtəsi olan çevrə AMC 30'dur. AMC 30'dur. Bura 30 verir. DMB'yi de 90 verir. Buranı 90 verir. Onda bura 60 dərəcə. Cəminin yarısına. Demişdik bunu. Və bizə verib ki, OK-nı 6 verib. Bizdən AK-nı istəyir. Aşağılar. Ən qısa yol deyirəm sizə. Buradan bura bir dənə radius çəksək. Mərkəzi bucaq yaradır. Bu da radius, bu da radius. Bu 30 dərəcədirsə, bizim buramızda olur 30 dərəcə. Düzdürmü? Düzdür. Müəllim 60'ın qoyuncusu da 120 dərəcədir. Düzdür. Onda məcburən bu bucaqda 30 olur. Bax, bərabər yanlı üst bucaq aldıq. Bizdən o K-nı bizə nə qədər verib? 6 verməmişdi. Onda bizim buramızda 6 bərabər yanlıdır. Onda buramızda 6'dır. Bitti getdi. 57-ci solda. Mərkəzi O1 ve O2 nöqtəsində olan çevrələr B nöqtəsində bir-birinə xaricdən toxunurlar və BD 6'dır. BD 6 yazdıq.
Ortaq çevrilərin toxum nöqtələri arasındakı məsafə. Ortaq toxumların çevrilər bizdən bunu istəyir. Baba, bizdən istədiyi bax budur. Buradan buraya qədər məsafəni istəyir. Bax, buradan buraya qədər məsafəni istəyir. Onda ki, görə nə ediblər? Hə, nə edim? Çevrənin mərkəzindən bir dənə xətt buraya indirdim, perpendikulyar. Bir dənə xətt də buraya indirdim, perpendikulyar. Mən də heç nə bilmirəm. Məsələn bilirəm ki, arasındakı məsafəni istəyirlər bizdən. Arasındakı məsafəni istəyir. Başqa heç nə bilmirəm. Xarici toxumlar və beydə orta toxumlar məsafəni istəyir. Tamam. Uşaqlar. Bizdən sadəcə istədiyi budursa, cavab 12-dir. Niyə 12-dir? Bizdən sadəcə istədiyi radiuslar cəmidir. Uşaqlar, baxın. Bura 6-dırsa, biz nə oxşayır bu? Əgər bir parça düz xətti kəsmirsə, uclarından məsafə, həmişə ortasını tapanda x-dən y toplayıb 2-yə bölmürdü, uşaqlar. Ədədi ortasına bərabərdir, ha. Bu da 6 veribsə, deməli bizim bu böyük yerdən kiçik yerin cəmi 12 imiş. Elə bizim bu da elə böyük yerdən kiçik yerin cəmi deyil, bu da istədiyi də bizdən odur. Cavab onca 12 olacaq. 59-da. A, B, C, bu bucağı verib bizə. Nə verib bizə? CMB'ni 65 verib. Bunda burada 130'dur. Burada 65'dir uşaqlar. Tamam. AMC qövsün dərəcə ölçüsünü istəyir bizdən. Paralel deyir. Ha, paralel deyirsə qışıqlar deyir onda. Onda burada 65'dir uşaqlar. Paralellik şərti varsa, çarpıcı olar bərabər olur. Onda burada 130, 260, burada 100 dərəcə. Buna sonra açıq sonlarda. 61. OCD'ni. C bucağın 50 verib bizə. C bucağı 50 veribsə. Onda deyil, bucaq C ilə bucaq D bərabərdir. Çünki OC ilə o D radiusdur. 50 dərəcədir. Bucaq o olacaq bizdə. 80 dərəcə. Bucaq o 80 dərəcədir. Ən azı bunu bildik. Çevre üzərindedir. AB və AC kəsənlərdir. Tamam. OCD 50 olsa BAC bucağının. Yəni A bucağını istəyir də. Onda biz qışa getməliyik. Görə elə eləyə bilərik bunu. Bütün bucaqlarımız hazırdır. Bu sonra bir də baxın. 60 verib 50 verib. Nəyə 60 verib? Qövsünü hədəf tapdıq da. Tapdıq. Deməli, qoy bir dənə bunun üstə işarətləyib ki, tam rahat görəsiniz. Sonra bizə buranı 60 veribsə, bizim buramız 30'dur. Bura 30, buranı da tapdıq nə qədər? 80, 110, onda bizim bu bucağımız 70 dərəcədir. 70'də bizim buramızda 70'dir, amma nə səhvlik var, elə bil. Nə səhvlik var. Deməli, C bucağını, o CD'ni 50 verib. D bucağı da 100, 180. Yox, 60 deyirəm, axı səhvlik var. Mərkəz ona bərabər olur. Qövs 60-dırsa, mərkəz o da 60'dır. 140 dərəcə. Onda bizim buramız da 40'dır. 40 və A bucağını tapmaq üçün də 60'dan 40 çıxıb 2'yə bölürük. Cavab 10 dərəcə. Bu da belə. ABC 110'dur. Onda belə çıxır ki, uşaqlar, B bucağı 110'dursa, AC qövsü olur 220 dərəcə. Aha. Bizdən AOC bucağını istəyir. Müəllim, ABC qövsü amma ABC qövsü olacaq. 140 dərəcə. Yuxarı tərəfdə, yuxarı qövsümüz 140 dərəcə. Onda belə çıxır ki, bizim bucaq qovumuz da mərkəzi bucaqla qövs bərabər olduğuna görə 140 dərəcə olmuş olacaq. Bunlar əsasdır. 65 baxaq. Eyni qövsə söykənən bucaqlar bir-birinə bərabər olur. İndən deyirəm sizə. Çünki fikir verin. A-nan. Hə, yox. Diqqətlə baxaq. Çox qəşəng sona oxşuyur. Bu belə. Bu da belə. Bura O'dur, bura A'dır, bura C'dir, bura B'dir uşaqlar. Bizə deyir ki, ABO 60 dərəcə. ABO
A, B, O. Bura 60 verib bizə. Sağ olsun. A, S, O. A, S, O nədir? A, B, O. 60. A, S, O. 30 verib bizə. Tamam olsun. Bu da bərabərdir. Uşaqlar, bax, belə başladı sonra. Bura alfadsa, bizim buramız da alfadır. Daha doğrusu. Bura alfa yazaq. Bura 2 alfa yazaq. Onda bizim buramızda 2 alfadır. En azı bunu bildik. En azı bunları bildik. Bizdən OMC bucağını istəyir. Görüntü tapa bilərik. Başqa resim verməyib bizə. Tamam da. Burada beta yazaq. Qarşılı bucaqlar bərabərdir. Onda belə yazaq da. Alfa plus beta plus 60 bərabərdir 180'ə sol tərəfki üçün. Bir yazaq 2 alfa plus beta plus 30 bərabərdir 180'ə. Deməli biz bunu tərəf-tərəfə çıxsaq, aşağıdan yuxarı. Alfa çıx 30 bərabərdir 0'a. Bax bundan mı çıxdım 0. Bunlar getdi. 2 alfadan alfa çıxanda alfa 30 60 çıxanda mənfi 30. Alfamız onda olur 30. Alfamız 30'sa, şunlar betanı tapaq da. Alfa 30 bizə nəyi soruşur? O, M, C. Betanı soruşur da məndən. O, M, C betadır. Alfa 30'sa 30 plus beta plus 60 bərabərdir 180'ə. Beta da bərabərdir 90'a. Doğru getdi. Bu qədər. 67. Deməli şöyle ABC deyir ki, ABC nöqtəli mərkəzi O olan çevrə üzərindədir. Yazdıq. A mərkəzi O olan çevrə üzərindədir. Bura olsun A, məsələn deyirəm, bura olsun B, məsələn burada olsun C. Bizə verib ki, ABC'ni verib 30 dərəcə. Və AOC'də AOC. Sonra bax bura 60 dərəcədir. Niyə müəllim? Daxil çəkilmiş bucaq mərkəzi bucağın yarısıdır. Müəllim bunlar da bərabər yanlı olduğu üçün bu oldu avtomatik bərabər tərəfli üç bucağa çevrilir məcburən. Və perimetr 27 verməyib. Onda hər biri nə qədərmiş bunun? 9, 9, 9. Demək çevrənin ölçüsü nə qədərmiş? 9 imiş. Bu belə. 70, 69. Adi soru bərabər tərəfli soru. 69 eyni sualdır. Bərabər tərəfli olarsa deyil. Bərabər tərəf nə deməkdir? Bütün bucaqlar nə qədərdir? 60 dərəcə. 60. Cavab olacaq burada. Nə istəyirsən? Burada deyir ki, gələcək yine. A, B, C-ni verib bizə. Olan O çevrə üzərindədir. AOC 3 bucağı bərabər tərəfli olarsa AOC-ni belə çəkək. Ya da AOC-ni belə çəkək. Belə çəkək. Bir səliqəli çəkdik, amma nəysə də. Bura 60 olarsa şunlar, bax. Bizim B bucağının maksimum hissəsi qoy bir səliqəli çəkək. Demək, fərziyə bizim mərkəzimiz fərziyə buradadır. Belə. Buranı verib 60 dərəcə. Bərabər tərəfdə 60 dərəcə. Bura 60-dırsa, yox, bura 60 olmaz. Elə şey olanmaz. Belə çəkməliyik. Nəsə, uşaqlar, mən biraz bunu səliqəli çəkdim, gözlüyüm də. Bu çevrənin mərkəzidir. A'dır. Bu da B'dir, bu da C'dir. Buranı verib bizə AOC. Burada 60 dərəcədir. Onda bizim bu qövsümüz də 60 olur. Bura 60'dırsa, bizim yerdə qalanımız var, burada 60 dərəcədirsə, onda bura 300 olur. Mən belə başa düşdüm ki, bura 150, ən böyük qiyməti 150 olar. Çünki bizə nə istəyir? Ən böyük qiyməti istəyir, 150 dərəcə olmuş olacaq. 71'də. AMB, B'in, CKD, hamısı da 2K, 4K, 5K, 18K bərabər elədim hamısı 360 dərəcədir bütöv. K'nı tapırsan 20. Bizdən də hansı bucaq istəyir? AMB bucağında ölçüsünü istəyir. Heç nə. K'nı tapar. K 3-cüdür. Yəni 5'ə vuracaq. 100 dərəcədir CD qövsü. AB qövsü, AB, AMB eni tapmalıyıq. 2'yə vuraq. M'ni taparız 2'yə vuranda 40. Nə dedik? Yalnız bir yerə toplayıb 2'yə bölürük. O da bu vətərlər arasında olanda olur. O da olur 70 dərəcə. 73'də.
Şəkildə O mərkəzi çevrədə AC qövsünün uzunluğu, bu uzunluq 20 santimetr. DC qövsünün uzunluğu isə 16 santimetr olursa ABT bucağının dərəcə ölçüsü istəyir. Mən bunu belə etdim, bilirsiniz etdim. Deməli, alfa bax. AC qövsünün uzunluğunu tapmaq üçün nə elədik? Buradan bir dənə belə endirə bilərik. Buraya bir radius olsun. Buna alfa deyirəm, buna beta deyirəm. İnşallah bu yol getsə daha yaxşı olacaq. Alfadırsa burada alfadır, betadırsa bu qövsdə betadır. Tamam mı? Deməli uşaqlar, mən nə edirəm? Alfa bölünsün 360. Vurulsun 2 pi r bərabərdir 20'ye. Görə belə yol gedərmi görüm hələ. O inşallah edir. Alfa pi r bölünsün 180 bərabərdir 20'ye. Alfa pi r bərabər. Bunu daha qısa yolunu bilirdim. Sadəcə indi ağlıma gəlmədi. 3600. Eyni qaydada beta pi r bərabərdir 180'i vuracağıq 16'ya. 180'i 16'ya vura bilmirəm. Gözləyirik. Biz burada deməli belə eləydik onda. Tərəf dəfə toplayıram. Pi-ləri çölə çıxardıram. Alfa plus beta bərabərdir 3600 ilə də bu 180 vur 16'nı toplayaq da. 180 18 16 256 o da 32. 256 286 2880 inşallah səhv hesablamadım. 2880 və burada uşaqlar bu 180 özü verir uşaqlar. Bu 180 verir. Çünki mərkəzi bucaqların cəmi nə qədər verir? 180 vermirmi? Pi r də bərabər. Bunu da 180 toplayıb 180'ə bölmək lazımdır uşaqlar. Toplayıb 180'ə böldükdə biz nəyi almış olacağıq? Deməli buradan pi r tapa bilərik, amma ağlıma daha da bir yol gəldi. Bir dəqiqə o yolla desəm daha yaxşı olacaq. Bura qədər düz gəlmiş. Ya, hər şey düzdür. Sadəcə olaraq mən niyə şeydən nisbətdən istifadə eləmədim? O şeydən, çünki izahlarda elə verirəm çox vaxt. Bu belə, bu da belə olsun. Yenə dedik, bura alfadır, bura betadır. Alfaya uyğun olan qövs 20'dir, betaya uyğun qövs olan 16'dır. İndi mən nisbəti belə yazıram, baxın. Ədəd nədən nisbəti? 20'nin 16'ya nisbəti alfanın betaya nisbətinə bərabərdir. İxtisar aparsaq 5'in 4'ə alfanın da beti. Deməli alfamız 5K'dır, betamız 4K'dır. Toplayırıq 9K bərabərdir 180'ə. Yarım dairə deyilmi? Bəli. K'mız olur 20. K 20 isə bizə hansı qövsü istəyir? K 20 isə deməli bura olacaq 100 dərəcə, bura olacaq 80 dərəcə və deyir ki, çıxıb 2'yə bölmək lazımdır. B bucağı soruşduğuna görə. 100'dən 80 çıxıb da 2'yə də böldükdə cavab 10 dərəcə olmuş olacaq 75'də. Baxaq. O nöqtəsi çevrənin mərkəzi tamam. DAC bucağı 37 ACB bucağı ACB 48 tamam. Bura 48 ise bura 96 dərəcədir. Tamam. Bura 37 ise bura 74 dərəcədir. Bura tamam. BCD'ni istəyir. O çevrənin mərkəzi. BCD'ni istəyir bizdən. Ha, tamam. Deyirəm axı. Bura 74 ise bura 106 dərəcədir ki, o qədər versin. Yox, 106 dərəcədir. Bəli. Bura 106'dırsa bizim buramızda olacaq 53 dərəcə. BCD'ni soruşursa, hadi BCD'ni soruşur. Bunun cəmi toplayırsan, cavab neçə verir? 101 dərəcə. BCD bucağı soruşduğuna görə. Görək burada nə deyir uşaqlar? Deyir ki bizə deməli çevrələr arasında uyğun olaraq AC, BC, AC ilə BC bərabərdir.
Şöyle bax. Bu şərtdə bununla bunu bərabər verir. Bax, sonra deməyin ki, hardan gəldi? ABC-nin də perimetrini verib. Gəl baxaq. Deməli, yazıram. Birinci çevrədə R1-dir, perimetr 14K. Üzərinə ikinci çevrəmiz 20K, 10, 10, 20K. Üçüncü çevrəmiz də 7, 7-dir, radiuslar 14K. Üzərinə AC-yə də BC-də x deyirəm. Olur 2x bərabərdir 50-yə. Aşağı. Və nə edirəm? Bunun cəmi verir bizə. Nə verir? Bizə nə soruşur? AB-nin uzunluğunu soruşur. Bax. Bax. Qəşəng bir şey deyəcəm sizə. 14, 14, 28, 48K plus 2x bərabərdir 50-yə. Səhv getmədi ki, yox. Hətta fikir bölsək 24K plus x bərabərdir 25'ə. 24K nədir? Deməli 24K. Uşaqlar, bax, bizim buradan bura qədər olanımız neçədə nədir? 7, 7, 10 değil mi? 7K, 7K, bir də 10K. 24K elədi mi? 24K elədi. Buradan da bir dənə bura çəksək. Ayşələr, bax, nə olar diqqətli olun. Burada olsun 10K, radius daxı. Bura 24K, burada 10K. Bizim buramızda x-dir. X tapaqda. X-imiz də olacaq bizim, bax. 24K'nın kvadratı üzərinə 10K'nın kvadratı bərabərdir. Elə 26K'nın kvadratı olmur? Olur da püfür qədərlərdə. Deməli bizim x-imiz 26K'dır. AC-miz yəni. Bizdən AB-ni soruşuq. Müəllim, gözlə deyəcəm. Bizdən x-imizin yerinə 26K yazsaq, 50K bərabər 25'ə, K'mız bərabərdir 0,5'ə. K 0,5'dir. Bayaq dedi ya, A'dan B'yə qədər K'ları tapdıq, 48K eləmədi mi? 48'də vuranda 0,5'ə cavab verəcək 24. Sonra deyək 79-cu sualda. Əslində bu sualları bəxəl edəmişik, neysə. Bucaq betanı 100 veribsə, birincində bucaq betanı 100 veribsə, alfamız olur 50. Birə Y variantı və A variantı. Alfa ilə betanın cəmi 150. 2-də betanı 120 veribsə, alfa olur 30. 60. B və D. 3'e de kaldı. Çünkü alfa merkez uzanın yarısına beraberdi. Merkez uzanın yarısına beraberdi alfamız. 3'te ne kaldı? 3'te de C. Kutular gitti. Merkezi 10 noktasında olan çevrede A ve B vətərlərlə nə? Üçünü uyğunluq edin. A'mız 6. Babuş olar. Merkezi deməli bu təpə bucağı var ya 90 dərəcədir. Çünki diametri sökəni. Deməli bizim diametri, radiusumuz olacaq 6, 8 olanda hipotenuzumuz olur 10. Yani bu hipotenuz 10 olur da, diametri 10 olur. Radiusumuz 5'dir. Radiusumuz 5 ise çevrənin uzunluğu 2 pi, 10 pi, 1'ə C. 8, 15 olanda 17, 8 tam 5, 17 pi. 2'ye D, çevrənin uzunluğu 2 pi de, bunu bilirsiniz de. 9, 12 olanda 15 olur. 15'te de 7 tam 5, 15. 3'e de B. Biz bir dənə sola baxaq və yekunlaşdıracağım çünki uzun videolarında baxmırlar şu anlar. Merkezi O1 O2 nöqtəsi tamam. Deyək ki 1 daxilindədir. Biri digərinin daxilindədir. Biri digərinin daxilindədir və heç bir orta nöqtələri yoxdur. Fikir verin, belə bir şey. Heç bir orta nöqtəsi yoxdur. Bir sadəcə daxilindədir uşaqlar. Bax nə deyir? Sonra deyə bilərik ki biz nə deyə bilərik buna? L1 L2 O1 O2 3'ə uyğun gəlir də uşaqlar. Məsələn, fərz bu belə də ola bilər axı. Məsələn, bəlkə belədir. Bəlkə belədir. Bunun mərkəzi burada, bunun mərkəzi buradadır. 100%. Deməli, aralarındakı məsafə, mərkəzlər arasındakı məsafə bu O1 olsun, bu O2 olsun. Radiusların fərqi, radiuslarından çıxanda bir-birini aradakı məsafədən kiçik olur. Məndə də kiçik olur. Niyə? Buraya ispat eləyək də bunu. Buraya ispat eləyək.
Böyünün radisi olsun 8, kiçiyin radisi olsun məsələn 4 olsun məsələn. Mərkəzlər arasındakı məsafə 4-ə bərabərdir. İndi baxaq. Mərkəzlər 8-ə 4 çıxdı, 4-ə bərabərdir. Bizə deyir ki, aha 4 kiçikdir o biri o 2-dən. O da kiçikdir. Onu 8-dən 3 yazacaq hala. Məsələn burada 5 olsa. Burada 8-dən 3 məsafəmiz də 5-dir. Tamam. Radislər fərqi məsafədən o biri o 2-dən. Radislər fərqi. O da kiçikdir. Aha, elə 3'ə uyğun gəlir də bu. Gəlmir mi 3'ə uyğun? Bunun radisi olsun 3. Bunun radisi olsun 8. 3 bura 1. Lap 1'də bura qalsın. Nümunə yazırım özümü. Demə 8'dən çıxanda 8'dən 3 çıxanda 5 qalır. Mərkəzlər arası məsafə isə 4 olur. Hə də, mərkəzlər arası məsafə 5 olmur. Mərkəzlər arası məsafə. Niyə 5 yazıram ki mən? Düzdür, cavab 1'ə 3'ə A variantı uyğun gəlir. 3'ə A variantı. Uşaqlar, mərkəzlər məsafə 5 olmur. Buradan bura qədər 8'dir. 3'dürsə bu, nə bilim, Allah bu çölə 2'dir. Deməli, mərkəzlər məsafə həmişə şeydən kiçik olur. Radisləri fərqi oradan kiçik olacaq. Radisləri fərqi 5'dir. Mərkəzlər məsafədən yox, mən səhv dedim. Dedim ki, video qısa olsun, uzun oldu birazdan. Deməli. Bu çevrənin mərkəzi bu da belə olsun. Bu da belə. Bu belə, bu da belə. Bunun radisi 3 götürürəm uşaqlar. Böyüyün radisini 8 deyirəm. Deməli, məsələn, fərz edək ki, burada 8 demədim, burada 1 olsun, atıram, burada 1 olsun. Bizim mərkəz arasındakı məsafəmiz 4'dür. Yəni, O1, O2'miz 4'ə, L1'dən də L2 çıxanda isə, L1'dən 8'dən 3 çıxanda, L1'dən L2 çıxanda 5'ə. Deməli, L1, L2, 5, 2'yə uyğun gəlir. 2A variantları uzatmıram. 2A variantı uyğun gəlir. Çevrələr xaricdən toxunursa cəmi olur. 1'ə B variantı uyğun gəlir. Çevrələr kəsişəndə bu 3'ə uyğun gəlir. 3'ə də çevrələr kəsişir. Çevrələr daxildən toxunur. Daxildən toxunana baxaq bir dənə. Daxildən toxundular uşaqlar. Daxildən toxunanda bu. Fərz edək belə bir şeydir. Bura 3'dür, bura 3'dür. Mesela burada 1'dir, 7 oldu. Böyük çevrənin radisi 7 oldu. Kiçiyin radisi da 3'dür. Mesela L2 yazaq. 3'dür. Və mərkəzdəki məsafədə 4 oldu. Mərkəzdəki məsafə nə qədər oldu? 1, 3, 4 oldu. Bunlar bərabər olur. Deyə bilmərik. Ona görə 3'ə uyğun gəlir. Çevrələr kəsişəndə 3'ə C uyğun gələcək. Bu uyğun gələcək çox güman ki. Bu qədər, sağ olun.